Rusiya istənilən ölkəyə qoşun yeridə bilər. Bu, Dumanın şok bir qanunudur. 21 mart tarixli və gündəm xəbərin efirində Rusiya mediasından bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, Rusiya prezidentinə xaricdə məhkəmə qərarı ilə həbs olunan Rusiyalıları müdafiə eləmək üçün ordudan və xüsusi qüvvələrdə istifadə hüququ verilir. Hökumət Dövlət Dumasına xarici məhkəmələr tərəfindən xaricdə həbs edilən rusları qorumaq üçün ordudan istifadəyə icazə verən qanun layihəsini təqdim eləyib və layihəyə əsasən Rusiya prezidenti xaricdə məhkəmələrin qərarı ilə həbs olunan və ya mühakimə edilən ölkə vətəndaşlarını müdafiə eləmək üçün məhz onlardan orduda istifadə eləyə biləcək. Dövlət Dumasına təqdim olunan sənəd prezidentə və digər dövlət orqanlarına belə bir səlahiyyət verir. Əgər Rusiya vətəndaşları Moskvanın qanunsuz saydığı məhkəmələrin qərarı ilə xaricdə həbs olunarsa, onların müdafiəsi üçün istənilən tədbirlər görülə bilər. Duma sədri Vyacheslav Volodin bildirib ki, məhz təşəbbüsdə məqsəd dost olmayan dövlətlərin hərəkətlərindən vətəndaşlarının hüquqlarını qorumaqdır. Dövlət orqanları prezidentin qərarı ilə xaricdə həbs olunmuş vətəndaşların müdafiəsi üçün tədbirlər görməyə borclu olacaq. Sənəddə Rusiya Silahlı Qüvvələrinin eksterritorial istifadəsi mümkünlüyü də vurğulanır. Bəs maraqlıdır, sənədin müəllifləri bunu necə görürlər? Dost olmayan bir dövlətin paytaxtına desant çıxarmaq, yoxsa xüsusi təyinatda qüvvələrin əməliyyatı kimi? Siyasi analitik Kiril Azimkovun sözlərinə görə xaricdə Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının pozulması ilə bağlı vəziyyət heç vaxt bugünkü qədər kəskin olmayıb. Rusiyalıların təqib halları yalnız son illərdə nəzərə çarpacaq qədər artmış kimi görsənir və buna görə də indi bir çox qərb ölkələrində olmaq bizim üçün təhlükəlidir. Orada rusofobiyaların yüksək səviyyəsi ilə vəziyyət daha da vətəndaşlarımıza qarşı kütləvi bir repressiyalara çevrilə bilər. Prezident tədbirləri, eləcə də silahlı qüvvələrin nə vaxt istifadə olunmalı və nə vaxt istifadə olunmamalı olduğunu müəyyən eləyəcək və bunun praktikada necə işləyəcəyini demək isə hazırda çox çətindir. Formal olaraq qanun vətəndaşlarımızın hərbi yolla azad edilməsinə imkan verəcək. Lakin bu cür tədbirlər əlbəttə ki, həddindən artıqdır. Qanun layihəsi ilk növbədə qərbə siyasi siqnal və qətiyyət nümayişindən ibarətdir. Beynəlxalq hüquq baxımından bu cür əməliyyatlar nə dərəcədə qanuni ola bilər? Sualına isə ekspert belə bir yanaşma eləyib. Belə ki, beynəlxalq münasibətlərdə vətəndaşlar xaricdə təhlükə altında olduqda təxliyə edilməsi praktikası mövcuddur. Yəni, zərurət yarandıqda güc tətbiq olunur. Məsələn, humanitar müdaxilə soyqırımın qarşısını almaq üçün başqa bir dövlətə hücum kimi bir anlayış da var. Buna görə də biz də bu cür qanunları qəbul etməkdən və dünyanın istənilən yerində vətəndaşlarımızı qorumaqdan, qətiyyətli göstərməkdən də çəkinməyəcəyik. Bu, yaxşı bir təşəbbüsdür. Digər bir məsələ isə əsasən siyasi rəqiblərimizi qorxutmaq məqsədi daşıyır deyə Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin dosenti Vladimir Blinov bildirib. Novaya Gazetanın sorğuladığı ekspertlər də hesab edirlər ki, bu sənədin məqsədi hüquqi deyil, daha çox psixoloji xarakter daşıyır. Yəni, hüquqşünaslar bu təşəbbüsü informasiya səs-küyü adlandırır və ekspertlərə görə bu daha çox formal xarakter daşıyır və real tətbiq üçün nəzərdə tutulmayan qanundur. Hüquqşünaslar bildirirlər ki, məhz bu qanunlar çox vaxt praktik mexanizm deyil, daha çox təzyiq aləti kimidir və ekspertlər bu cür təşəbbüslərin real hərbi mexanizm deyil, daha çox psixoloji və siyasi mesaj olduğunu və beynəlxalq strukturlara və digər ölkələrə yönəlmiş xəbərdarlıq xarakteri də daşımış olur və gündəm xəbər bu məlumatı diqqətinizə Müsavat.com-a istinadən çatdırdı.